Excelente. Excelente. Perfecto. Wichu, 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 wichu. Mucho, mucho, mucho. Y esta zona por las noches es muy peligrosa. Enfrente de nosotros viven las personas que se dedican a asaltar gente. ¿Dónde? ¿De qué habla? Que dice que por qué no abro todo el día. Mənə maraqlı olan burada niyə başqa ölkələrin restoranları və kafeləri yoxdur? Ya me cansé de leer. Salam, salam bura. Mən maraqlıdır. Burada niyə başqa ölkələrin kafeləri, restoranı yoxdur? Sual verirəm buna. Tofiq əjdahadır, Tofiq. Deja eso que no es tuyo. Sí hay, pero por lo regular están en las plazas comerciales. No es cierto. Salam Fuad, salam. Naya dice que le compraste el S. Ona Es que yo le dije sual que viene mitad de vermişəm. ahí. Sí hay, pero están en plazas comerciales. Ah, Dice traductor, sí, sí. sí hay, pero están en las plazas comerciales. Məsələn, mən pulum var, Azərbaycanlıyam, istəyirəm ki, gəlim bu məhəllədə bir kafe götürüm və Azərbaycan yeməkləri ilə bir restoran açım. Bunu alındırmaq olar. Ya está bien gustado. ¿Eh? ¿Qué quieren? ¿Cómo que mis ojos están acá? Pero mi presencia está aquí. ¿Por qué? ¿Por qué no entendí? Porque estoy viendo allá, pero hasta yo sentí raro. İndi mən. Bəs nəyə görə onda mən bu məhəllələrdə başqa ölkənin vətəndaşlarının restoranını görmürəm? Ancaq ticarət mərkəzlərindədir deyirsiniz. Amma beləsinə yerlərdə nədən yoxdur? Ay, qué rico caldo. Bueno, ya me voy a Mexica, la bro. chamba. Con permiso. Esos lugares están ubicados por zona. En las colonias no son muy conocidos los restaurantes de estos lugares. ¿La salsa la guardo en dónde? En uno más chico. Ah, pero está el bote lleno, cara. Ahí está. Yerləşir digər bölgələrdəki restoranlardan məşhurdur. Ha. Entonces, ¿sabes qué? La negra. Ahí déjalo. Y se va a quedar hasta arriba. Hay que poner agua para... Mən burada bir restoran açmaq istəsəm kiməsə rüşvət ödəməliyəm və məni sonra gəlib narahat edənlər olmayacaq. Vale, 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 vale. Dame eso. Vete, vete, And this is... No, no, bueno. Un canarito, dame la lechuza, ¿qué haces? Sí, te podré decir que fue. Ya. Məsələn, mənə banditlər tərəfindən gəlib, yəni bandit deməkdə bandit söz yoxdur. Məsələn, mənə cinayətkarlar gəlib məndən hər ay haqq istəməyəcəklər. Eché mucho aquí. Ay, voy a entrar en un golazo rojo.
Nəsə ağır sual verdim buna. Qaqa, ətrafın nəyini göstərim? Kafedə oturmuşam da balaca bir dənə Ese kafe. tipo de personas sí cobran mensualmente y hace que muchos negocios quiebren. Bu tip insanlar aylıq maaş alır və bir çox biznesi iflasına səbəb olur. Ha, Yəni, bilirəm də budur da. Yo no he tenido problemas todavía. Bizdə o Rusiyada məsəl üçün göy satanları nətər incidirlər. Hələ heç bir problemim olmaz. Yəni. Təbii ki, siz yerli vətəndaşsınız. Məsələn, mən xarici vətəndaş burada bir kafe açsam, mən onu dəqiq bilirəm ki, mən polisə və cinayətkarlara hər ay haqq verməli olacam və o da məni burada restoran işlətməyimi heç cürə sərf etməyəcək. Bu Rusiyada zatlar nətərdir? O göy satanlardan, nə bilim, pomidor satanlardan haqq alırlar, eyni şeydir. Burada burası daha açıq aşkardır. Vermirsən öldürürlər. Orada yenə döyüb eləyirlər, burada promo öldürürlər. Mən də deyirəm, qardaş, burada başqa restoran zadı yoxdur. Struykada işləyirəm, burada, bina tikirəm. Gir videolara bax, gör nətər binalar tikmişəm. İndi yoxdur elə şey, əvvəllər lap çox idi, qaqa. O 92-91-ci ildə necə idi? Bespridel xanadır. Burada vahşi bespridel idi. Eso no es un hecho. Se dice que es persona. Ona görə ən gözəli daha Krotno şəhərlərdə biznes sentrlərin içində restoran və kafe işlətmək. Krotno şəhər nə gedir? Ona görə ən yaxşısı turistik şəhərlərdə, biznes sentrlərdə kafe və restoran işlətmək. Maaşları azdır, qaqa. Burada minimal. Gözə sual verəcəm deyək. Elə bax, sənin yanında sual verirəm. Bizim Azərbaycanlılara maraqlıdır. Burada minimal əmək haqqı nə qədər insanlar alır? 200. Esta la guardo ahí, pero esa bolsa la saco. ¿Eh? La bolsa de la carta. Ah, sí, sí, sí. Salam burası. En la zona norte del país el salario mínimo es de 300 pesos mexicanos y en la zona sur el salario mínimo es de 280 pesos mexicanos. Entonces, que pues ya no vengo a pasar mañana, ¿no? Ölkənin şimal hissəsində minimum əmək haqqı 300 Meksika pesosudur. 300 peso da nə qədər eləyir? Deyim də sizə. Hardasa 30 manat. Cənub bölgəsində isə minimum əmək haqqı 280 Meksika pesosudur. 280 peso hardasa 27 manatdır əmək haqqı aylıq. 30 manat. Gəl o bundan yaşa. Lo dices tú. Bu gün üçün. Hələ mən 1000 deyirdim, sevinərdim. 1000 nə də var? 300 peso. Çox az. Günlük deyil. Günlük. Siz, yox, nə günlük? Məzələnsən qaqa, günlük deyil. Düz deyil. Qaqa, bizdə sirkdə uşaqları işləyirlər. Deməli, bunların hər gün işlədilərdi. Hər gün saat 8-dən axşam saat 11-ə qədər. Buna görə də bir çoxumuz bir şirkətdə işləməkdənsə
pul qazandığımız öz biznesimizin olmasını daha yaxşı hesab edirik. Düz deyir də. Qaqa düz deyir. Bax bizdə sirkdə məsəl üçün uşaqlar işləyir, Meksikalılar. Hər gün işləyir, səhər saat 6-dan axşam saat 11-ə qədər ayda alır pulla deyim $300 maaş. Amma onun işi o qədər ağırdır ki, mən sənə əminliklə deyirəm, Azərbaycanda o mənəm o deyən fəhlə var, o karyerdə kubik atan gəlib onun işini işləyə bilməz. Ürəyə partlayıb ölər orada. Çox ağır iş işləyirlər də, yəni o $300-dan ötürü onların işlədiyi işi görürsünüz, müsibətdə, yəni istini hələ demirəm ha, fasilə də yox. 5 saat, 6 saat yuxu yatırlar, ancaq iş. Quran haqqı. Mən mənə adiyyəti yoxdur, mən xarici vətəndaşam, mən müqavilə ilə gəlmişəm. Mənim müqaviləm dövlət səviyyəsində olan müqavilədir. Mən müqaviləmi səfirlikdə bağlamışam gələndə bura. Mən öz başına gəlməmişəm. Mənim heç kim pulumu kəsənməz. Mən aldığım pul mənim aldığım maaşdan burada milyoner kimi yaşamaq olar. Milyoner. Yəni mənim aldığım maaşdan burada bəlkə də 20 dənə, 25 dənə ailəni dolandırmaq olar. Çox kasıb ölkədir, Quran haqqı. Bundan sonra kimdir məşiyyət? Salam Aysi, salam. Salam Ola. Salami yox, salam. This is my friend. Amigo. Hola amigo, ¿cómo estás? Nətərsən, imamına qurban olum, yoxa çıxmışsan, hələ acələ haçan baxıram, PPK, YPK bir də PPK yaşmaq ancaq odur. Allah haqqı zaldan çıxamıram. Bilirəm, brat, başım qarışıqdır, bilirəm. İkimizin canı and olsun, bax qardaş sən deyirəm ki, bir ayda yayında deyiləm, bax and ol Allaha. Bayaq dediyinizi deyin. Spanish. Həqiqəm deyələr İngiliz dillər gəlir, deymə. No entendo. İngiliz dillər gəlir, deymə. İngiliz dili bilsən? Xalq yazıq xalqdır, heç kimlə işləri yoxdur, bura. Hərə başını aşağı salır, öz həyatını yaşayır. Burada heç kimi xəttinə dəyə bilməz, qardaşım. Adamı yox eləyərlər. İnsan həyatı burada çox rahatdır. 5 manat, 10 manat adam öldürmək olur burada. Heç kimə ilişməyəsən. Rahat yazacağım, namus, çəkmə deyəm. Mert, traduktor please. Ora nə deyirlər? Bax girdiyin, yoxduğun yer nə deyirlər? Mənə deyirlər ki, sən Meksikalılar kimi qaralmısan. You, no. Si. Dostlar, o qaradım hə. Nə də bu? Abi de, aga ora haradır? Ora nə deyirlər? Uşaq baxması nədir? Kafe, baqqal. Hə, baqqaldır. Baqqalda həm də kafedə ikisi bir yerdə. Həm elə bil mağazin kimidir. Yeyəcək zat satırlar burada. Həm də ki kafedə balaca 2-3-4 dənə stol var, oturursan yemək yeyirsən. Oyun oynayaq yoxsa işin var? Bura zaryadkamazdı olmanı, həm də səsli küylüdür, burada oyun tutmayacaq. Gələn dəfə oynayarıq ürəyim. Heç nə lana qaqa, onda səni öpürəm, özündən müğayət ol. Onda öpürəm sən o yekə burnundan. Öp, mən də sənin burnundan. Ələli bura. Ələli qaqa. Qaqa günlük maaş deyil, aylıq maaşdır, aylıq dədə, nə günlük? Ayda 30 manat, 40 manat alırlar, ona görə insanların çoxsu cinayətə meyillidir. Deyəm bir dənə sonra. Vale, ven. Bizə maraqlı olan bilirsiniz nədir? İnsanların cinayətkar dəstələrə qoşulub onlarla işlədikdə yəqin ki onlara normal maaş verirlər. ¿Sabes si nos interesa cuando las
gente se une a bandas criminales y colaboran con ellas. Probablemente les paguen un salario normal. Ay qardaş, deyirəm Allah'a and olsun aylıqdır da. Dirəşmirsən ne adamla, ne burada? Elə bil ki, məndən burada yaşayan adam deyir aylıq ola bilməz. ¿A criminales te refieres al crimen organizado? Sí, mamá. Sí, no. Ya. Necesito que vengas conmigo. Tu collar te está lastimando tu piel. ¿Me dejas quitártelo? Antes de que Cinayətkarlara te qoşulub Sí, mira, a ver, ven, volteate. narko tacirlərə qoşulan gənclər onlardan aylıq maaş alırlar. Yəqin ki, onlara aylıq maaş çox verirlər. Ona görə onlar narko tacirlərə qoşulurlar. Ay, blad, gözə tərcümə edin. Narko tacirlərlə işləyən insanları deyirəm. Narko tacirlər onlara çoxlu maaş verir. Ona görə onlara qoşulurlar. Lastimó y acá. Me refiero a la gente que trabaja con traficantes y drogas. Los traficantes de drogas les pagan mucho dinero, así que ellos son así. Mənə maraqlıdır, onlara nə qədər maaş verirlər ki, onlar onlara qoşulub cinayət törədir. Ya. Es que Təxminən. Təxminən. no puedo decirte esto con exactitud porque realmente no lo sé, pero las personas con el cargo más pequeño llegan a ganar unos 20,000 pesos mensuales. Size de ekleyelim çünkü anladım bilmirəm, amma ən aşağı vəsilə sahibin sana da 20 min peso olacaq. Hardasa ən belə onlara qoşulandan ən aşağı nətərdim, ən belə minimum maaş başlayır $1000'dan. Aylıq $1000'dan ən zəifi o şeyləri adını demirəm də onlara qoşulanların aylıq maaşı ən azı $1000'dır. Amma belənçinə sən hansısa bir yerdə bir məsəl üçün süpürgəçi işləyirsən, hansısa da bir nə bilim, bir zəif bir yerdə işləsən, ayda alırsan 300-400 peso. O da ki bizim buna 30-40 manat pul edir. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Qardaş, buranın maaşı budur. İndi Sahil Heydərov, sən özünü ağıllı hesab edirsən də, mən tərcümə proqramından istifadə edirəm. Tərcümə proqramından istifadə eləyəndə elə sözləri düzgün deməlisən, elə sözlər yazmalısan ki, proqram onu tərcümə eləsin. Başa düşdün, özünü ağıllı hesab eləmədə də, sən oxuduğun qədər sinifdə qalmışam. Mən nə dediyimi yaxşı bilirəm. Əsas odur ki, mənim fikrimi başa düşdü. Mən İspan dilində danışmıram, tərcümə proqramına. Tərcümə proqramında ə hərfini deməyəndə düzgün proqram tərcümə eləmir. Sırası otur, burada məndən səhv tutur. Ha, okey. Mən qardaşım, mənim həftəm 60 manatlı bomba kimi də belə nətər deyim, şükür Allaha ürəyim istədiyimi yeyirəm, özüm pişirəm mən. Mən bundan yeməklərini xoşlamıram. Bir dənə bura gəlirəm, səhərlər, gün ortalar müəyyən yemək var, onu yeyirəm, onu belə özüm pişirib yeyirəm. Qaqa, vallahi heç kimə pul göndərə bilmirəm mən buradan, ay hissi. Buradan mən pul göndərməkdən ötürü gələk bir 10 gün vaxt keçər. Buradan pul göndərmək çətindir. Həm də mən bilsən nə qədərinə yük var mənim belimdə hissi. Bax, niyə söyürsən? Ay, bax, bu. Bacın klitorini kəsməmişəm ki. Vallahi mən sənin bacının klitorini kəsməmişəm.
O qayçı ilə bacısının klitorini kimsə kəsib, elə bilir mən eləmişəm. Zarətkam 15 sual. Maraqlı sualı olan varsa deyin. Elə maraqlı deyibsə. Ekonomika çöküb yoxdur ekonomika. Bir evlər hamısı köhnə evlər. Allah bilir bir 100 il bundan əvvəl tikilmiş evlərdir. Ay aman, şu an səsi beynimə düşdü Quran haqqı. Salam Vahid, salam. Amiga, ay kasa, my battery, Poco. Ay kasa. Today to show. Today to show. Oy. Oy. Salam ise salam ata. Əlbəttə Tofiq qazanacaq. Okay. Today Bu da çölü göstərimsə sonra mən çıxıb gedirəm evə. İnternet itəcək. Deva belədir. Nəsə öpürəm uşaqlar, sağ olun. Allah canınızı sağ eləsin. Mən getdim.